Ey nəfsim, səninlə aramızda bir anlaşma bağlamağa hazırmısan? Anlaşmamızın birinci şərti səbirli olacaqsan. Çünki Allah açıq şəkildə buyurur. Allah səbr edənlərlədir. Bəqərə 153. Bir düşün, səbr etsək, Allah bizim yanımızda olacağına söz verir. Necə böyük bir neymətdir, elə deyilmi? Ancaq bu, oturub hərəkət etmədən dözmək, səbr etmək deyil. Əksinə, bu, işlərini böyük bir gücə əmanət etməkdir. Çünki səbr, işlərini Allaha həvalə etmək, ona güvənmək deməkdir. İkinci şərt, Allaha güvənin sonsuz olacaq. Unutma, özgüvənin nə qədər yüksək olarsa, qarşında səndən güclü birini gördüyündə, haqsız olsa belə susarsan və ona təslim olarsan. Allaha güvənin yüksək olarsa, Allaha təslim olaraq yoluna davam edərsən. Allah necə gözəl buyurur. Kim Allaha təvəkkül edərsə, o ona kifayət edər. Talaq 3. Bu ayə bizi bacarıqsızlıq hissindən qoruyan bir qalxan kimidir. Ey nəfsim! Bacardığın uğuru özündən bilməyib, Allahın qüdrətinə güvənəcəksən. Bu cür düşünsən əgər, uğursuzluq olduğunda özünü bacarıqsız, gücsüz, köməksiz hiss etməzsən. Əksinə, qəlbin hüzur ilə dolar. Çünki bilirsən ki, əgər Allah sənə bir sıxıntı versə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, heç kəs ona mane ola bilməz. Çünki o, hər şeyə qadirdir. Ənam 17. Üçüncü şərt, axirəti seçəcəksən. Ey nəfsim! Sən ana bətnində bir nütfə idin. Səni Allah bəslədi və bu dünyaya keçici olaraq göndərdi. Əsl qalacağımız əbədi yeri isə axirətdir. Ona görə bu dünya üçün dünyada qalacağın qədər, axirət üçün isə axirətdə qalacağın qədər çalışacaqsan. Allah bu həqiqəti aydın bir şəkildə bizə bildirir. Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, yəni fanidir. Axirət isə əbədi yurtdur. Əl-Mumin 39. Anlaşmamızın şərtlərini qısa bir şəkildə bir daha təkrar edirəm. 1. İşlərimizi Allaha əmanət edəcəyimiz səbr. 2. Sadəcə özgüvənin deyil, əsas Allaha olan güvənin olacaq. 3. Həyatımızda keçici olan dünyanı deyil, əbədi olan axirəti önə çəkəcəyik. Və son olaraq, hər birimizdən soruşuram, bu anlaşmayı bağlamağa hazırıqmı? Nə deyirsən nəfsim? Anlaşdıqmı?